Salam əziz şagirdlər, biologiya sevərlər. Bugünkü izahım 2025-ci il topluda ontogenez bölməsində mayalanma ilə bağlı 115-ci testin izahıdır. Burada deyir ki, erkək heterogametliyinə malik diploid çevrili çiçəkli bitkinin cinsi çoxalması zamanı mərkəzi hüceyrənin mayalanmasında Y xromosomu daşıyan sperm iştirak edərsə, yaranan toxumdan əmələ gələn bitkidə nə ola bilər? Yəni variantları ona uyğunlaşdırıb tapacağıq. Biz burada nəyə fikir verməliyik? Birinci biz baxaq görək ki, erkək heterogametliyinə malik bitkilər deyəndə hansı bitkilərdir? Bir var dişi heterogametliyinə malik bitkilər, məsələn çiyələk kimi bitkilərdir. Bunların dişləri Y cins xromosomu, erkəkləri XX daşıyır. Amma Elodeya maya sarmaşığı kimi bitkilərdir isə onların dişləri XX, yəni dişi homogametliyinə malikdir. Amma erkəkləri isə XY xromosomu daşıyırlar. Əgər belə yəni ki, qayda var ki, yəni tozcuq qanuna uyğunluq var ki, tozcuq dənəciyi sperm əmələ gətirəndə bir X xromosomuna malik sperm əmələ gətirə bilər, bir də Y xromosomuna malik sperm əmələ gətirə bilər. Əgər bir tozcuq dənəciyində bir sperm X xromosomuna malikdirsə, mütləq digər sperm də X xromosomuna malikdir. Və yaxud da bir tozcuq dənəciyində əgər sperminin biri Y xromosomuna malikdirsə, digər spermi də Y xromosomuna malikdir. İndi burada bizə bu məsələdə ipucu verir ki, deyir ki, bu məsələdə deyir ki, mərkəzi hüceyrənin mayalanmasında Y xromosomuna malik sperm iştirak edib. Deməli, biz onda bilməliyik ki, yumurta hüceyrənin mayalanmasında da Y xromosomlu sperm iştirak eləyəcək. Deməli, biz burada baxmalıyıq ki, bunun zigotu, mayalanmasından zigotda hansı cins xromosomlar iştirak eləyəcək. Deməli, yumurta hüceyrə yalnız X, yəni cins xromosomuna malik ola bilər. Niyə görə yalnız X xromosomuna malik ola bilər? Biz bayaq qeyd elədiyim kimi, əgər erkəyi heterogametdirsə, XY-dirsə, bunun biz dişisini nə götürəcəyik? Bunun dişisini götürəcəyik, XX şəklində götürəcəyik. Bunun dişisini götürdük XX şəklində. Yəni, bunun əgər dişisində XX cins xromosom varsa, bu yumurta hüceyrəni yalnız X tipli gətirə bilər. Yəni, bunun yumurta hüceyrəsi yalnız X cins xromosomuna malik ola bilər. İndi belə deyək, yumurta hüceyrə yalnız X cins xromosomuna malikdirsə, spermisi isə dedik ki, mərkəzi hüceyrəyə uyğun Y götürülürsə, bunun amma zigotunda deməli cins xromosom XY olacaq. Yəni, XY olacaqsa əgər bunun zigotunda, deməli, bu XY, bu, belə deyək ki, erkək orqanizmə neyəcək? Başlanğıc verəcək. İndi gəlin bura baxaq. İndi burada deyir ki, A variantında deyir, tozcuq dənəsi əmələ gələr. Əgər bu zigotdan inkişaf eləyən toxumda bilirik ki, toxumun içində olur zigot. Yəni, o bölünür, çox hüceyrəli rüşeym əmələ gətirir. Həmin o toxumun içində Y xromosomuna malik nə olacaq? Zigot əmələ gələcək mayalanma nəticəsində. O rüşeymə başlanğıc verəcək. Yəni, həmin o rüşeymdən, yəni erkək bitki inkişaf eləyəcək. Biz bilirik ki, tozcuq dənəciyinin əmələ gəlməsi, tozcuq dənəsinin əmələ gəlməsi erkəklərə aiddir. Ona görə də biz A variantını götürürük. Məsələn, B variantında deyir ki, tozcuq borusunun əmələ gəlməsi. Düzdür, tozcuq borusunu əmələ gətirən tozcuq dənəciyidir. Amma tozcuq borusu əmələ gəlir dişidə, əmələ gətirən erkəkdir. Amma tozcuq borusunun əmələ gələr dediyi üçün biz burada dişiyə aid olan hissəni götürürük. Bu variantı götürə bilmərik, B variantını. Amma bizə desəydi tozcuq borusunu əmələ gətirən, burada biz B variantını da götürə bilərdik. C-də deyir ki, ikicisli çiçək ola bilər. Bununla heç bir əlaqəsi yoxdur. Rüşeym kisəsi formalaşır. Yəni, bu dişiyə aid olan bir prosesdir. Öz-özünə tozlanma gedər. Burada bunun da heç bir əlaqəsi yoxdur. Əgər burada iki evli bitki deyirsə, burada heç öz-özünə tozlanmadan söhbət gedə bilməz.